Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıblar. Ona əsasən 3 ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək. Sənəd avqustun 7-sində Məkkədəki Əl-Səfa sarayında keçirilən birgə müdafiə üzrə sammitində imzalanıb. Sazişi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif imzalayıblar. Saziş Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasındakı qədim tarixi əlaqələrə, onları birləşdirən qardaşlıq və İslam həmrəliyi bağlarına, ortaq strateji maraqlara və müdafiə sahəsində çoxillik əməkdaşlığa əsaslanır. Sənəd, üç ölkənin birgə təhlükəsizliyinin möhkəmləndirilməsini davam etdirmək, həm regionda, həm də onun hüdudlarından kənarda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə vermək niyyətini əks etdirir bəyanatda qeyd olunub. Xarici İşlər Nazirliyindən həmçinin vurğulanıb ki, saziş istənilən təcavüz aktlarına qarşı birgə çəkindirmənin gücləndirilməsinə yönəlib. Sənəddə xüsusilə nəzərdə tutulub ki, üç dövlətdən birinə edilən hər hansı silahlı hücum onların hamısına edilmiş hücum kimi qiymətləndiriləcək. Saziş həmçinin müdafiə sahəsinin bütün istiqamətləri üzrə üç ölkə arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.